Aktyorluq, rejissorluq, ssenaristlik kursları. Hamısı bir arada. Uşaqlıq xəyalları heç bu qədər əlçatan olmamışdı. Həyatına rəhbər, təhsildən istehsala addımlar. Müasir Azərbaycan kinosunun formalaşmasında sənin də rolun olsun. Lap ürəyin istəyir, buradan çıxıb gedə də bilərəm. Heç şəhərə keçmərəm. Mən düzəlmişəm. Çarə adamı çox şey öyrədir. Bugün çox xoşbəxtəm. Həm atam türmədən çıxıb, həm ad günümdür. Manaf həm türmədən çıxır. Hə, Sevindim. Bir də belə bir şey eləsən, gəlib direktora deyəcəm. Direktora deyəcəksən. Hə, Getdinən gör nə edirsən hə? Burak. Qaraja görə Manav Xədcənin atasını öldürmüşdü. Qarajın olduğu söhbətə görə. Ayağın atası. Hə, Qarajda orada olub. Qaraj, o söhbətdə olub, amma Manav öldürüb. Dostlar salam. Bu günləri bura gəlməkdə bir səbəbim var. Çoxdandır bir qızı sevirəm. İstəyirəm ona öz sevgimi buradan etiraf edeyim. Biz bir-birimizi çoxdan tanıyırıq. Bəlkə də çox incitmişəm onu, buradan üzr istəyirəm. Ayan, səni sevirəm. Yaxşı ki varsan. Məncə sən günəşdən yaxşı olur. Allah elə ayana gəlsin, onda sənin adın var. başa düşürsən, biz belə danışmamışdıq. Niyə Sara Arazı qısqanır? Biz danışmışdıq ki, Araz sənindir, Sara mənimdir və salam. Mən sənə görə qeyb şəkil də çəkmişəm. Başa düşürsən, qeyb şəkil çəkmişəm mən. Kime deyim, kim eşidər? Bu sükut daşdan beter. Qaranlıqda qışqırmaq çətin, amma səssiz qalmaq əndər. Kime deyim, kim eşidər? Bu sükut daşdan beter. Qaranlıqda qışqırmaq çətin, amma səssiz qalmaq əndəri. Gecə hardaydın? Heç. Elə belə işim var idi. Başına nə olub? Yenə başlamısan, hə? Güya desəm ki, mənlikdir, inanacaqsan. Neynimi? Qorxuram. Bilirəm. Amma mənlikdir. Narahatam ki, yenə nəsə eləyib gedib girəcəksən o türməyə. Bax, sən dəyişmisən, yaxşılaşmısan, daha mülayim, sakit adam olmuşsan. Səni belə görəndə içimdə ümid yaranır ki, biz də başqa ailələr kimi xoşbəxt ola bilərik. Qızın böyüyəndə yanında ola bilmədin. Amma heç olmasa bundan sonra yanımızda ol. Qızınla maraqlan, onunla danış. Onun sənə ehtiyacı var. Nəysə, mən indi gedirəm, məktəbdə valideyn icazı var. Sağ ol. Sağ ol. Qonşu salam. Nə tərsiz? Məhəlləmiz xoşunuza gəlir? Bizim məhəllə yaxşıdır, qonşu. Qıraqdan, bucaqdan gələnlər körlüyür məhəlləmizi. Yəqin siz gələndən sonra sizin gəlişinizdən özlərini yığışdırarlar. Özlərinə gələrlər. Bizim məhəlləmiz əslində yaxşı məhəllədir. Bəzi pozğunlar var ki, özlərini yığışdırmırlar.
Gərək onları zorla yığışdırasan. Həmişə çöldə ay qonşu. Oldu, sağ ol. Karanlık dar küçelerde itirenler çok olur. Bir ışık, bir ümit ama herkes susur. Yumruğla danışırız, sözler kalıp yalan. Tebrikler danışanda kim kalır sağlam. Kışkırık sesleri, sessizlerin çığırtısı ellerde. Kan izi hayatın acı payı, dost yoktur düşman çok. Her adımda korku, burada sevgi yok, burada ancak soyuldu. Qızım, nədir mənim sizdən bu çəkdiyim? Bu nə deməkdir? Gənc qızsan. Tulkanı başına vurmaq nə deməkdir? Onu bildim, tüfeylidir. Avaradır. Bəs sən? İndi şükür eləyək ki, onun əlindən xata çıxmadı. Yeni çıxıb türmədən. Hələ şükür elə şikayət eləmədi. Qızım, mən neyniyəcəm sizlə? Nə axtarsan? Gündəliyimi axtarıram, tapa bilmirəm. Otağa baxmısan? Yoxdur. Sənə bir sual vermək istəyirəm. Amma düzünü de. Sevgilin var? Cavab gözləyirəm. Yox. Gəl səndən belə bir şey danışaq. Yəni açığı bu itirilən neçə il ki var. Mən çalışıram ki, onları bərpa edeyim. Ən azından ata-qız münasibətindən də qabağa bir ata, bir dost olaq. Yəni ona görə istəmirəm ki, məndən nəyisə gizlədəsən. Yəni dərdin ola gəlib, məsəl üçün deməyə utanasan. Yəni mən atalıq eləməyi öyrənmək istəyirəm. Ona görə mənə kömək eləməlisən. Anam səni kobud biri kimi tanıtmışdı. Amma deyəsən elə deyilsən. Əslində danışığında haqq var. Yəni müəyyən qədər düz deyir. Amma türmə adamı dəyişir. Türmə adamı yumşaldır. İçəri girəndə başqa ab-hava ilə girirsən. Loru dinlənsən, ən bomba oğlan sənsən də belə deyək. Amma girəndən sonra görürsən ki, yox. Bir növ həyata öyrədir, həyatı başa düşürsən. Əslində nələrin daha dəyərli olduğunu başa düşürsən. Yəni, sözüm can oldu ki, sən mənə kömək ol. Bir-birimizi başa düşək, bir-birimizlə dost olaq.
kimsə nə vaxtsa, necəsə xətribə dəysə, kimsə səni incitsə də, yadında saxla ki, atan həmişə yanındadır. Yaxşı? Getdim mən. Yaxşı, sağ-salamat. Yaxşı ki, Qaraş oradaydı, sənin canını qurtardı. Hə? Niyyətiniz nədir? De bilim, qızım. Mən sizi başa düşə bilmirəm. Sizin niyyətiniz nədir? Bundan sonraki həyatınızı türmədə yaşamaq istəyirsiniz. Birdən ölsəydi, sən onun vicdan azabı ilə necə olacaqdın? Aras evdədir. Evdədir, hə. Keç amma bu yaxşılığımı da unutmarsan. Çox sağ ol. Deyən görməyib dəqiqə. Bura gəl. Mamanla atanın arasını tərdi. Yaxşıdır. Nəsə olmalıdır ki? Nə bilim, heç normal deyil. Prosta atan neçə ildən sonra gəldi. Dedim birdən maman narahat olar. Yox. Yaxşıdır aralar. Keç Aras içərdədir. Aras. Aras. Dur da. Sabah xeyir. Sənin nə işin var burada? Sən xəbər vermədən getdin. Mən də ona görə gəldim. Yəni çox gözəl gün idi. Həm ad günüm idi, həm sən çıxdın səhnəyə, dediklərin çox gözəl idi. Yaxşı idi. Məktəbə gələcəksən? İndi yox. Xəstəyəm. Getdim, sağ ol. Çay içərdin də bir stəkan. Onsuz da biz öyrəşmişik qəfil qonaqlara. Yox, xala, çox sağ ol. Xala. Xala sənin anandır. Alo.
hardasan? Yaxşı, gözdə gəlir. Nə olub? Niyə gəlmişdi anasını oxşayan, anası sifət? Bax ha Aras, birdən o qıza ürəyin düşər. Mən heç vaxt razı olmaram ki, atanın sevgilisinin qızını mənə gəlin gətirəsən. Elə qız seç ki, nəslimizə yaraşan olsun, layiq olsun. Araz heç nə deməmsən. Nə mövzuda? Nə söhbət? Şəkilləri çəkməyi deyirəm. Yox, deməmişəm. Amma demək istəyirəm anasını. Başa düşmədim, niyə? Bəs nə bilirdin? Yaxşı. Yaxşı, de. De birini sən ağzı olduğunu dağıtdı sənə. Arazı satan səni satmaz. Görərsən. Sən iş tapacaqdın, bəs nə oldu? Baxdın işə. Oxumursan da, işləsən lap yaxşı olar. Sənlə danışıram, elə bir Aras. Bəs işə baxacaqdın? Baxıram da. Hanı bə, baxırsan ortada heç nə yoxdur. Koftan hazırdır, gəl geyin. Gözlə bir dəqiqə, buranı da ütülüyüm. Batırma ha, zorla açmışam rəngini. Evə də tez gəl, gecikmə. Yaxşı. Bu uşaq nə vaxt düzələcək? Oğlum var, dərdim var da mənim. Axırıncı imtahanı nə edəcəm heç bilmirəm. Heç nə hazırlaşmamışam. Mən də bütün gün elə yatmışam, heç nə eləməmişəm. Edirsən. Nə oldu? Konsertdən sonra. Əslində sən buradan uduşlu çıxmalıydın da, bilirsən. Nəticə göz qabağındadır. Ki mənim dediklərimi hərfi-hərfini eləsəydin, belə olmayacaqdı. Ayda, konsertdəki o şey var idi, səhnəyə çıxdı Araz. Hamının içində sevgisini etiraf elədi. Təsəvvür edə bilirsən, bütün hamının içində, konsertin ortasında gəlib kimsə sənə deyir ki, səni sevirəm. Xəyal da qəşəng deyil, necə romantikdir. Hə, romantikdir. Hə. Romantikdir. Araz Ayanı sevgi etiraf eləyib ki, Saranı özünə bağlasın. Bu da romantika. Başa düşmürsən, heç bir romantika yoxdur burada. Onsuz hamı bilir ki, Araz Saranı sevir. Yəni bunun sağı solu yoxdur. Mən dediklərimi hərfi-hərfini eləsəydim, bu nəticəni bizə almayacaqdınız. Sən şəkili tam görmürsən. Sara. Sara. Gördün? Getdi. Mən sənə kömək edə bilərəm. Ged Ayanın atasına de ki, Araz Ayanı incidir. Çünki Araz Ayanın atasından qorxur və çəkinir. Yəni, mənim fikrim budur. Hər nəsə, mən gedim Ayanı tapım, sağ əlini başıma qoyacağım. Sağ ol. Keçən dərs niyə gəlməmişdi? Yoxum gəldi. Bilirsən də müəllim qayıb yazdı. Həqiq deyirsən? Hə, dedi nə vaxtdan gəlmir.
Səhərdən əslində bunu fikirləşirəm. Dünən konsertdə olanlar, səhnəyə çıxmağım, orada dediklərim. Əslində mən də istəməzdim belə olsun. Sən deməm, bu Ayanla isə bizi ayırmaq üçün oyun qurulmuş. Mən də istəməzdim belə olsun. Amma mən sənsiz davam eləmək istəmirəm. Eləyə də bilmərəm. Bu şəkil söhbəti də yalan idi. Prosta İsa'nın yalanları idi. Sara, mənə bağışlaya biləcəksən. Araz. Başa düşürəm indi səni, amma biz indi məktəbdəyik. Məktəbə dərs oxumaq üçün gəlirik. Boş-boş şeyləri yaşamaq üçün yox. Nə var? Narahat eləmə də məni. Çıxdı belə səhnəyə. Mikrofonu götürdü əlinə deyir ki, mən Ayanı sevirəm. Həqiqi. Hə. Bəs sonra nə oldu? Heç nə də, sonra gəldi yanıma və əlimi tutdu. Oy. Nə dedi? Rəqs elədik də, nə deyəcək ki? Hə qızlar, yəni bacarıram da bu işi, nə deyim? Nə deyə bilərəm ki? Yəni sevir ki deyirdi, sevməsə deməz axı. Bilirsiniz nə oldu? Sanki Saranın Instagram'da gördük. Səhv görmüsünüz yəqin. Yo, bizi çölə çıxartdı. Ola bilər də, bəlkə ayrılaq demək üçün gedib. Yəni əsas odur, mən sevir, çıxır səhnəyə deyir ki, mən Ayanı sevirəm. Sonra deyir ki, bəs sən günəşsən mahnısını oxuyun. Yəni mənə deyir ki, sən mənim günəşimsən də. Neyniyəsən İsa? Bu nə hərəkətdir? Şəkil çəkmək nə deməkdir? Araz, hər şey izah eləyə bilərəm. Gəlirsən mənə işləyirsən, dözmürsən ona işləyirsən. Ayan məcbur elədi məni. Yazıqsan İsa. Yazıqsan. Burnundan gəlsin. Get tuğlan. Get tuğlan. Səma, sən bu da neyləsən? Arazın icrası var, gəlmişəm bura. Bu gün icras var idi. Onunla belə maraqlanırsan. İclasın olduğundan da xəbərin yoxdur. Nə danışacaqlar bilmirsən? Yox, demirəm. Baxacam da görüm nə deyir mənə. Neyse, mən tələsirəm. Görüşək, danışaq. İclas hansı otaqdadır? Tutan qabağa get, solda görəcəksən. Odur, tələsirsən. Romantik uşaqdır da, nə deyə bilərəm? O an Sara özünü görməliydiniz. Çox belə, nə bilim, yaxşı oldu ona da, nə deyim. Sonra da... Ayda yenə. Bəs demişdin gəlməyəcəksən. Səhər biraz qəribə idin. Ona görə deyirəm. Düzəldin? Konsertdə çox yoruldun deyəsən.
da. Gül biraz. Həm bizim münasibətimiz var axı. Mən istəmirəm sən belə gələsən, qaşqabaqlı. Danış gəlir. Bizik də bu. Hı? Baxma, şəkildəki də sən olmasın. Şəkilləri niyə Saraya göndərmisən? Mənim xəbərim yoxdur axı. Bəlkə kimsə çəkib kənardan, nə bilim. Yenə özü gicliyə qoysan. Ola bilər də məktəbdir. Şagirdlərdən kimsə çəkib. Sən nətər qızsan? Sən nətər adamsan vəbşi? Tualetdə hamısını eşitdim. İsa sənə hər bir şey deyirdi. Bundan sonra planlarını danışanda diqqət elə. Yerində qulağı var. Dünən dediklərim var idi. Onları da ciddiyə alıb zad eləməyəm. Yaxşı? Ortada sevgi yoxdur. Bundan sonra ola da bilməz. İndi sən içəri yatıb çıxmısan, hə? Hə? Öyle bizim uşaqları zatdan görmürəm sən orada. Sən qorxulu adamsan, ha. Mən söhbətim zaten düşsə məndən gedərsən, yoxsa? Hə? Bölmədən nətər çıxdın? Çox sağ ol. Dəyməz. Yəni bölmədə mənə dəstək oldun. Orada Kamal əminin oğlu vardı. Kamal. Bu... Hə, rəis. Hə. Məndən şey almağa gəlmişdi, ifadəni. Onun sayəsində. Amma söhbətim düşsə gedəsən, gedməyəsən, mən onu bilmək istəyirəm. Baxarıq. Qorxdum səndən, mən başa düşsən, qorxdum amma mən belə şey görməmişdim. Gördüm, yoxa çıxdın, söylədim, görəm yoxsun. Heç nə. Mən geyim çayxanayım. Boş qalmaz. Nəsə lazım olsa buradayım. Yaxşı, yandan çay. Getdim. Ehtiyatlı ol. Baxın. Güclüdür. Bəsdir. Sağ ol. Qızlar, bomba bir dənə xəbər öyrənmişəm. Nə oldu? Eşitmişəm ki, Ayanın maması məktəbdə xadimə işləyir. Ciddisən? Yeni tam olaraq xəbərim var. Nə olub ki? Ayanın anası var. Hə. Xadiməymiş. Uyda, hardan bilirsən onu? Mənə bilirsən kimdir? Asya. Eşitmişəm, mən sən onu deyəcəkdim. Bizim məktəbdə. Şoka düşdüm, heç gözləmirdim. Arda çıxaldı öyrənədə danışacağım. Məktəbdə olduğunu bilmirdim, xadməsi işlədiyini bilirdim, yeni eşitdim mən. O özünü elə aparırdı. Elə bir ki, nə bilim, milyarderin uşağı deyə, nə olub? Məzələnirsən. Hamıdan gizlədi belə. Da gizlədəcək bir şey yoxdur, anamdır yəni. Ayıb deyə vallahi adam niyə elə bir şey eləsin? İndi tısıyatdı da, gördün. Hamı, bütün məktəbə yayılıb o. Anamın yeni iş xeyirli olsun. Salam hörmətli müəllimlər. Bugün Pedaqoji Şuranın növbəti iclasını, özdə növbədən kənar iclasını keçirməyə məcburam. Ona görə ki, Arif müəllimin məktəbdə gedən yeni prosesinə münasibət bildirmək lazımdır. Mən direktorla da danışmışam və tələb eləyirəm ki, Arif müəllimin çayxanada keçirdiyi dərsə
hər bir müəllim öz rəyini bildirsin. Ona görə pedaqoji şura tərəfindən komissiya seçilsin və bu komissiyanın tərkibində olan müəllimlər dərsi müşahidə eləsinlər. Mən özüm də orada iştirak eləyəcəm, özüm də izləyəcəm və sonrakı növbəti pedaqoji şurada Arif müəllimin dərsini müzakirə eləyək. Və baxaq görək Arif müəllim haqlıdır, yoxsa mən haqlıyam. Az bilirsən, ayağının anası xadməsi işləyirmiş. Hə, bilirəm. Təzə gəlib deyəsən. Hə, bura gələn də eşitmisən sən? Hə, mən də eşitmişəm. Hə, eşitdi, o qədər pis oldum, yazıq. Bir də Allah amma işdən evi gör. keçindirsin, qızını keçindirsin. Bir də durub ayağım bizə bombalıq eləyir, belə pavalamalı yeyir. Ondan sonra eləyə bilməz. Nə tip eləyəcək? Hə. Ya, yazıq, ayı pis oldum herif. Yazıq. Hə. Uşaqların dedikləri qulağıma çatdı. Amma sən də fikir vermədin onlara, boş-boş danışırlar həmişəki kimi. Mən onu deyə bilərəm ki, işləmək ayıb deyil. Sənin anan işə gedir, pul qazanır, səni böyüdür. Fərqi yoxdur, iş nədirsə o da olsun da. Utanmalı heç bir şey yoxdur. Düzdür, bilirəm, indiyə qədər aramız çox da yaxşı olmayıb, amma sən dəstək olmaq istəyirəm. Sən dəstəyə ehtiyacım yoxdur. Dəyərli məsləhətlər ver, başqalarına ver. Xədicə. Bayaq tez getdim, bir şey göstərəcəkdim. Buyur. Yadva düşür. Nereden tapmışsan? Mama baxçıda çəkmişdi. Yadıma gəlib burada ağlamışdım. Hə. O vaxtda mənim də başıma pulka vurmuşdum. Başıma sındırmışdım. Hələ bir dəfə bizə gəlib babamın tapancasıyla üstümə çəkmişdim. Hamı qorxdu evdə. Uşaqlıq demişə yadıma düşdü. Sən universitet neyindədir? Həkim olmaq istəyirdin. Hazırlaşa bilmədim. Niyə? Qardaşıma görə. Amma hələ də gec deyil. Təhsil ola bilərsən. İstəsən bizdə Polşada bəzi təhsil yerləri var, ödənişsizdir. Orada yer var. Maraqlanaram, kömək eləyərəm, oxuyarsan. Mən özüm də Polşada oxuyuram. Yox, çox sağ ol. Gəlmisən? Hə, gəlmişəm. Niyə gəlməyim ki? Oğlumsan da. Nəm dedim gəlməzsin. Hələ görüm özün nə tərəf varsa məktəbdə. Müəllimlərdən soruşarsan. Soruşacağam onsuz da. Pulum var. Hə, qalıb. Olmasa denəm, məndə biraz var. Yadıma da sal, gedək sənə biraz əyin baş ala, əyinin başı tökülür. Yaxşıdır da belə. Yaxşı deyil, nəyə yaxşıdır? Mən mamayam, narahat oluram. Yaxşı, arada gedərik. Otaqların yeri dəyişilib, girən kimi tanımadım. Bu sonuncu gəlişimdir. Daha sizin axır eləməyəcəm. Görürəm ki, xoşbəxtsiz. Həmişə də xoşbəxt olun. Bir-birinizə sahib çıxın.
Sən qazandın. Mən uduzdum. Yarışırdıq ki biz. Bunda heç nədən xəbər yox deyə. Leyla, xoşbəxt ol. Ola. Bunu da sevən olmadı ya. Bir sevsəydi bunu. Özü kimi birini tapacaq yalnızlıq. Canımız qurtarardı. Ay, xəbərin var, sən bizi zibilə salmısan. Zibilə. Birinci dedin ki, mən sənə kömək eləyə bilərəm. Dedim, yaxşı. Sonra ortalığa izləmək söhbəti çıxdı, sonra şəkil söhbəti çıxdı. Başdan ayağa zibildəyik, xəbərin var. Araz öldürür demə burada. Hamısı da sənə görə. Nə? Sən kefdəsən, başa düşmürsən heç nəyi. Ayan, Araz səni sevmir. Konsertdə sənə sevgi etirafı eləyibsə, bu demək deyil ki, səni sevir. Gözünü aç da. Səncə o səni həqiqətən sevir və konsertdə sənə etiraf edir ki, Ayan, mən səni sevirəm. Yox. Yox, Ayan. Araz Saranı qısqandırmaq üçün onu elədi. Qısqandırmaq üçün. Səndən istifadə elədi sadəcə. Başa düşürsən, istifadə elədi. Araz səndən istifadə elədi. Başqa heç nə. Özün fikirləş də. Gör sənə necə davranır. Bəlkə adam yerinə qoyur səni. Ayan, məncə ged atava de. Araz sənin atandan it kimi qorxur. Get vaxtında atava de, o da bir şey eləyəcək. Belə olmaz. Yaxşı. Patrosum yana yana, oh düşün şirin cana. Mən yara neyləmişəm ay gülüm, qalmışam yana yana. Əhəbbət. Sağ olun, heç mi? Sağ olun. Malafı görməmsən? Yox. Şeyə görə çox sağ ol. Xərcəyə görə. Çox sağ ol, lazım deyil. Mən Xədicəni çoxdan tanıyıram. Mən onu tanıyanda sən heç yox idin burada. Necə yəni? Biz uşaqlıqda bir yerdə dost olmuşuq. Yorulmayasın. Sağ ol. Salam hörmətli valideynlər, xoş gəlmisiniz. Əvvəla mən sizi bir ata-ana kimi evladlarınızın 11-ci sinifi bitirməsi münasibətindən təbrik edirəm. Artıq hamımız, siz də, biz müəllimlər də, şagirdlərimiz də buraxılış imtahanlarının həyəcanını yaşayırıq. Amma mən sizi bura dəvət eləməkdən məqsədim odur ki, bizim şagirdlərimiz, xüsusilə riyaziyyat müəllimi Arif müəllimin şagirdləri çayxanada dərs keçirlər. Bu məktəb proqramına zidd bir şərait formasıdır. Ona görə ki, özünüz çayxanalarda atalar olublar, indi qadınları demirəm, atalar olublar, bilirlər ki, çayxanada siqaret çəkirlər, domino oynayırlar, müxtəlif söhbətlər gedir, müxtəlif səviyyəli, mədəni səviyyəsi aşağı, yuxarı olan adamlar ora toplaşırlar və belə hayküyün içərisində hansı dərs prosesinin keyfiyyətindən danışmaq olar. Ona görə də mən sizdən xahiş edirəm, sizi dəstək üçün bura dəvət eləmişik ki, bütün bu prosesi nəzərə alasınız və bu müəllimlərə qarşı öz etiraz səsinizi qaldırasınız. Dəstək olun, öz fikirlərinizi bildirin və bu prosesin qarşısını almaqda mənə kömək eləyin. Sağ olun, sağ olun. Arif müəllim. Hə, bəli. Bayaqları bir şey oldu, istəyirəm siz də biləsiniz. Zabitə müəllimə yığmışdı müəllimləri. Nə məsələ deyil? Gəlib sizin çayxanada dərs keçməyinizə baxmaq istəyir.
Baxsın, problem yoxdur. Yenə də dedim biləsiz. Çox sağ olun. Sağ olun. Sizlə bir şey haqqında danışmaq istəyirdim. Bir dəqiqə deyək, sən kimsən var? Mən Aya'nın sinif yoldaşıyam. Eyni sinifdə oxuruq. Manaf, adınız Manafdır. Hə. Bilirsiniz, Manaf əmi. Araz Aya'nı incidir. Yəni dedim ki, biləsiniz. Gördün? Qızından şikayətlər gəlirdi. Gördüm. Sən də oğlu belə təriflədilər ki, rəngalb verdi. Mənim oğlum sənin qızına qoşulandan sonra belə oldu. Bəlkə elə sənin oğlun mənim qızımla əl çəkmir, hə? Haçan baxıram məhəllədə, məktəbdə bir yerdədirlər. Mənim məhəlləmdə nə işin var ki, mənim oğlum da sənin qızın yanındadır? Sənin məhlən? Nə vaxt sənin məhlən olub o? Gəlmişəm məhəlləyə ki, məhəllə gözəlləşsin də. Ola bilər, gözəlləşdirə bilərsən. Sən o baxımdan professionalsan. Nə demək istəyirsən? Dediyimi dedim. Başa düşmürəm. Sən məni görəndə həmişə niyə belə həyəcanlanırsan, məni sancmağa çalışırsan, hə? Dərdin nədir mənim? Hər boşluqda sən mənim qapımda nə gəzirsən? Sən hələ utanmırsan. Sən çox abırsız həyasız utanmalıyam ki. Mən utanmalıyam. Sən utanmırsan mənim üzümə çıxırsan. Yaxşı eləyirəm. Mən utanacaq heç nə eləməmişəm. Eşitdin? Eşidirsən məni? Abırsız həyasız adamsan. Sən də çox həyasızsan. Mən həyasızam, amma mən əlimə sadiqəm. Səsinin tonuna fikir ver. Sənin kimi deyiləm. Səsimi kəssə deyirəm. Yergini ailənin işinə məşğul. Mən səni qoymayacağam o məhəllədə qalasan. Sən ki mənə sözləri deyirsən. Mən səni qoymayacağam belə, özü belə, məhləsi belə. O qızımı da götürürsən, rədd olursan gedirsən. Sən ki mənə bunlar deyirsən. Eşitmədin, yox. Bir həyasız, utanmır hələ. Həyasız özün sənlə. Görərsən mən sənə bir yardım edəcəm. Düşdün əlimə. Sənə bir dəfə dedim, adam kimi söz dedim, başa düşmədin. Sən küçədə özünü yaxşı qoruya bilirsən də. Bəlkə mənə bir iki dənə fənni öyrədəsən. Kimdən dalaşacaqsın? Nə bilim, lazım olar da. Baba var. Əlini belə saxla vermədən. Bu barmağı. Kimləsə dalaşsan lazımdır. Qurum ağrıdı. At yaddaşa. İndi kim kömək eləyəcək sənə, hə? Araz kömək eləyəcək, yoxsa İsa? Nədir? Nə baxırsan? Özünü yığışdır. Sən xəstəsənsə, mən səndən də xəstəyəm. Başa düşdün? Elə eləməsən də göndərmə psix sevgilinin yanına türməyə. Sən elə bilirsən mən normal ailədə böyümüşəm? Sən bilirsən mən atam adam öldürüb yürüyüşüm. Özünü yığışdır. Bir də deməyəcəm bunu sənə. Vallahi heç bilmirəm nə deyim bu məsələyə. Yaxşı olmadı. Dalaşdıq, məktəbdə biabır oldum. Düz deyir, Səma bilmirdi bura mənim iş yerimdir. O dedi, mən dedim. Ailəm dəydi bir-birinə, nəysə oldu day.
Səma artıq vaxtlar yersiz hərəkətdə edir. Bilmirəm, az qala boşanma həddinə çatmışıq. Yox, nə danışırsınız? Boşanma nədir? Neçə ildir evlisiniz? Yəni əslində bilirsiniz belə problemlər ailəni daha da yaxınlaşdırır, möhkəm eləyir. Yəni aranızda nə məsələ varsa danışıb həll edə bilərsiniz. Elə olmalı, amma Səma başa düşmək istəmir. İndi bu hadisə vəbşi bilmirəm necə olacaq. Bütün məktəb bildim. Zabitə müəllimə bizi uşaq kimi danladı. Bildi hə? Zabitə müəllimə demişkən, iclasda sizdən çox danışdı. Bu çayxanada uşaqları dərs keçməyiniz barədə. Yəni valideynlərə dedi ki, uşaqlara icazə verməyin. Yəni xəbəriniz olsun. Heç təəccüblənmədim. Yəni ehtiyatlı olun. Səma bəs niyə rəqsə verdi buna? Heç nə, valla ikimiz də biabır olduq, elə dayandıq bir-birimizə, baxdıq nə deyəcəyik? Bəlkə indi buralarda da hardımsa bizi izləyir. Eləyər valla. Biz də əslində bu aramızdakı bu atsız münasibətə bəlkə bir ad qoyaq, bir də dayandıraq. Yox. Niyə dayandıraq ki? Mənə elə gəlir ki, biz səhv bir şey eləmirik. Siz elə fikirləşmirsiniz? Səhv eləmirik, amma hər görən bizi səhv başa düşür, mütləq bir şey çıxardır. Yəni bilmirəm. Məsələn. Onda gəl münasibətimizə ad qoyaq. Necə? Nə bilim. Məsələn, iki dərdli valideynin söhbətləşməsi ola bilər. Ya da ki, biz qonşuyuq da, iki qonşunun söhbətləşməsi. Bəs mana? O bizi görürsə inanmıram ki, bir problem çıxartmasın. Ondan qorxmursan? Manav sevinçsin ki, hələ mən onu evə icazə verirəm qalsın. Yəni, heç nə eləyə bilməz. Çox oyan buyan eləsə, çıxıb gedə bilər. Yaxşı, mən getməliyəm, danışarıq da. Sağ ol. Sağ ol. Şöyle, trigonometri tənliklər dedik. Deməli, ən sadəsindən başlayacağıq, biraz mürəkkəbinə doğru girəcəyik. Ən sadə trigonometrik tənliklər, cəbr tənliklər. Varsa, yəni məndədir də. Trigonometrik tənliklər belə adlarının belə olmasa, baxmayın, narahat olmayın, sadədir. Hələ bunun bərabərsizliyi də var, daha çətinləri var, amma narahat olmayın, belə yavaş-yavaş girəcəyik. Belə bu da 5-in ikisi. Yazmaq, döşəmə. Şey olacaq, bu arada uşaqlar, müşahidə heyəti gələcək bizi dərsimizi izləməyə. Yəni, çalışın hazırlıqlı gəlin ki, hər ehtimala qarşı yəni orada özünüzü tam göstərə bilək, tamam mı? 5 xal yerdə. Testlərə bir dənə yazın, o trigonometrik testlərə baxın, gəlin. Dominonu biraz sakit oynaya bilərsiniz, zəhmət olmasa. Dərs keçirik burada. Müəllim, mən bilən bura axı məktəbə oxşamır. İkinizləri təkrarlamayacağım. Dominonu yığışdırın, orada dərs keçirik, mane olursunuz. Qulaq, müşahidə heyətini göstərərsiniz buna. Mən gözləyirdim balam, gəl gedək. Getmirəm. Niyə? Yenə nə oldu? Arzuma çatdın da. Məktəbdə biabır oldum sənin görə. Xoşbəxtsən indi. Bunu istəyirdin də elə. Hamı bilsin ki, sən mənim anamsan, mən də məktəbdə biabır olum. Heç kimlə mənim üzümə baxmasın. Nə bilim, xadimənin qızı desinlər. Anan nədir ki, sən nə olasan desinlər. Bunu istəyirdin. Danışdıq da bunu Bir dəqiqə səninlə. dayan. Sənə 1000 dəfə dedim ki, çıx işdən. İşləmə orada, istəmirəm. Uşaqların içində biabır olacağam. Biləcəklər ki, anamsan, heç kim mənim üzümə baxmayacaq. Niyə bir dəfə də olsun mənə qulaq asmırsan? Niyə həmişə özün fikirləşirsən axı? Mən inanıramsa sənə görə eləyirəm ay. Heç eləmə mənə görə, istəmirəm. Bilirsən?
Utanıram səndən. Utanıram. Keş sənin kimi anam olmazdı. Salam. Hoş geldiniz. Çox sağ olun. Sizin üçün yer ayırmışıq. Buyurun, qabağda. Nübsat çayları da verirəm. Çox sağ olun. Keç. Gəl müəllimlər. Trigonometriyanı təkrar elədik uşaqlar. İndi isə biz cəbirdən artıq çox mövzuları əhatələmiş olduq, amma artıq müəyyən qədər axı həndəsəyə də keçməliyik ki, həndəsədə fiqurlar, onların sahəsi və sair kimi anlayışlar hamısı vacibdir. Çünki biz bunları keçməliyik ki, imtahana da az qalıb. Yəni cəbirdən çox şeyləri keçmişik. Amma həndəsəyə də toxunmalıyıq. Həndəsədə elə ən başdan başlayaq. İndi görək Arif müəllim bizə nə nailiyyətlər göstərə bilər. Sizə qəşəng bir dənə xoruz quyruğu çay gətirmişəm. Çox sağ olun. Nəlbəkisini də qoysaydınız yaxşı olardı. Nəlbəki həbs adını gətirəm. Süzər. Nuş olsun. Sağ olun, çox sağ olun. Dəstək, duadır və bunlar hamısı əsas anlayışlardır. Və biz bu əsas anlayışları təkcə riyaziyyatda Ben elə belə də gözləyirdim. Elə də gözləyirdim ki, bu məkanda dərs olmaz. Belə də. Borcumu niye veriyorsun? Aşağı ders var burada. Geç yerine. Davay borcumu ver. Sonra verərəm. Geç yerine. Dur ayağa görüm səni. Tek dur ayağa. Dərs Dur ayağa deyirəm sənə. Ha, dərs Gəl, sən gəl, sən gəl. Bu nədir? Mədəniyyətiniz olsun da görmürsünüz burada qadınlar oturub. Müəllim burada dərs keçməyə çalışır. Uşaqlar oturub. Nədir bura? Bu nə vəziyyətdir?